Mənim üçün nə vacibdir bu gün? Xidmət ya Məsihin hüzuru. Kilsədə biz Martaları sevirik. Həyatda biz Martaları sevirik. Dostluqda biz Martaları sevirik. Ancaq insan düşünmür ki, mən Allah üçün neysə etməzdən əvvəl müəyyən bir vəziyyətə gəlib çıxmalıyam. İnsanlar Allaha gəldikdən sonra paltarlarını dəyişirlər. Ürəyi dəyişmək əvəzinə. Bütün münasibətlərdə faydamızı axtarır. Ya Rəbb, mənim gücüm yoxdur. Sənin gücün mənim gücüm olsun. Amma Rəbb müqəddəs kitabda yazılıb ki, ürəyə baxır. İsa şagirdləri ilə yoluna davam edərkən bir kəndə girdi. Burada Marta adlı bir qadın onu öz evinə dəvət etdi. Onun Məryəm adlı bir bacısı vardı. O Rəbbin ayaqları yanında oturub onun sözünə qulaq asırdı. Marta isə işin çoxluğundan çaşıb qalmışdı. O İsa'ya yaxınlaşıb dedi: Ya Rəbb, görmürsən ki, bacım işləri tək mənim üstümə yığıb? Ona de ki, mənə kömək etsin. Rəbb isə ona belə cavab verdi: Marta, Marta, sən çox şeyin qayğısını çəkib təlaşa düşürsən. Yalnız bir şey lazımdır. Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq. Bu, Rəbbin kəlamıdır. Amin. Xahiş edirəm, əyləşin. Baxın, eyni mesajı iki insan eşidir. Amma eyni mesaj olmasına baxmayaraq, iki müxtəlif təsir olur. Eyni görüşdən iki insan fərqli təəssüratlarla ayrılır. Və burada İsa Marta adlı qadının evinə gedir və orada iki bacı olurlar və eyni insana iki fərqli münasibət olur. Marta bizim gözümüzdə, əslində bizim ağlımızda olan yaxşı insan obrazıdır. Və nə üçün bu haqda mən danışmaq qərarına gəldim və bu parçanı oxuduqdan sonra mən düşündüm ki, əslində biz hamımız, mən deyərdim hamımız istisnasız olaraq Martanı sevirik. Əslində biz istərdik ki, bizim Marta kimi evladlarımız olsun, işgüzar olsun, qonaqpərvər olsun, qabiliyyətli olsun. İstərdik Marta kimi həyat yoldaşlarımız olsun. İstərdik Marta kimi dostlarımız olsun ətrafımızda. Ümumiyyətlə, Martalarla əhatə olunaq ki, ətrafımızdakı bütün insanlar işgüzar olsun, qabiliyyətli olsun, bacarıqlı olsun, qonaqpərvər olsun, ürəyi açıqlar olsun. Və bu mövzunun adını mən bəlkə də xoşa gəlməyən bir ad qoydum. Əslində, mən özümə baxdıqda, əslində mən bizə baxdıqda, əslində mən dünyaya baxdıqda, mən bu mövzunun adını qoydum ki, biz Martanı seçirik. Biz Martanı seçirik, biz Martanı sevirik. Marta işgüzardır, məsuliyyətlidir, qonaqpərvərdir. Məryəm isə nə edir? Yerindən tərpənmir Məryəm. Yerindən tərpənmir. Bugün biz hansısa bir evə getsək və bizə belə bir münasibət göstərilsə, biz o evdən çıxdıqda kimi tərifləyərək çıxacağıq, kimi bəyənərək çıxacağıq? Martanı. Kim ki bizim qabağımıza çay gətirəcək, kim ki bizim qabağımıza yemək gətirəcək, kim ki bizim xidmətimizdə dayanacaq. Kilsədə biz Martaları sevirik. Həyatda biz Martaları sevirik. Dostluqda biz Martaları sevirik. Mənə xidmət edir. Nə üçün?
Çünki özümüzü sevirik. Çünki hər zaman, bütün münasibətlərdə, hər yerdə mərkəzə özümüzü qoyuruq. Və kimsə bizə xoş olanı etdikdə, biz o insanları sevirik. Məryəm yerindən tərpənmir. Məryəm ümumiyyətlə susur. Bacısı onu tənqid etdikdə də belə susur. Məryəm bir şeydir, sadəcə dinləyir. Sadəcə dinləyir. Heç bir iş görmür. Heç bir iş görmür. Qətiyyən heç bir iş görmür. Sadəcə dinləyir. İsa içəri girəndən o sadəcə İsa'ya qulaq asır. Bizim rəğbətimiz Marta tərəfdədir. Niyə? Niyə? Çünki biz fayda güdənik. Çünki biz fayda güdənik. Çünki biz bütün münasibətlərdə faydamızı axtarırıq. Hara gediriksə, fayda güdürük. Hər yerdə, bütün münasibətlərdə fayda güdürük. Və Martalar faydalıdır. Faydalıdır. Baxın, qardaşlar, dostluqlarınıza nəzər salın. Oturub durduqlarınıza nəzər salın. Nəyə görə onlarla oturub durursunuz? Bəlkə bunun təməli o insanların sizin üçün faydalı olmasıdır. Bəlkə bunun təməli sadəcə o insanların sizi tərifləməsidir. Bu və ya digər işinizdə sizə dəstək olmasıdır. Martalar faydalıdır. Biz isə hər yerdə, hər zaman öz faydamızı güdürük. Bizə görə biz bu parçanı oxusaq və biz öncədən söylədiyim kimi bir yerə qonaq getsək, biz deyəcəkdik, Marta düz edir. Marta adətlərə riayət edir. Evə qonaq gəlibsə, ayaq üstə olmalı. Mən qətiyyən bu mesajla fəaliyyətsizliyi dəstəkləmirəm. Mən qətiyyən bu mesajla qonaqpərvərliyə qarşı deyiləm. Tamamilə o deyil. Əgər biz bunu belə başa düşürüksə, bu səthi bir anlayışdır. Bu səthi bir mesajdır. Məryəm isə sadəcə oturur. Və burada biz böyük bir yanlışlığı görürük. Və bu böyük yanlışlıqda əslində nəinki dünya, hətta imanlılar düşüb bu böyük yanlışlığa. Allaha ibadət edənlər, dindar insanlar düşüblər bu yanlışlığa. Onlar düşünürlər ki, Allah üçün daim nəsə etmək lazımdır. Bunlar Allah üçün nəsə etməlidirlər. Bəzi insanlar bəzən Allahı müdafiə edirlər. Sanki Allah elə bir gücsüz varlıqdır ki, Allahı müdafiə etmək lazımdır, qorumaq lazımdır. Və bunun üçün bəzən fiziki gücə də müraciət edirlər. Allahı qorumaq üçün. İnsan öz gücündən istifadə edir. İnsan öz əqlindən istifadə edir ki, Allahı qorusun. Və bu böyük yanlışlıq ondan ibarətdir ki, Məsih üçün mən nələrsə, hökmən beyin işləyir, beyin çalışır ki, mən hökmən hər zaman nələrsə etməliyəm. Etməliyəm. Ancaq insan düşünmür ki, mən Allah üçün nəyisə etməzdən əvvəl müəyyən bir vəziyyətə gəlib çıxmalıyam. Mən müəyyən bir vəziyyətdə olmalıyam ki, ondan sonra Allah üçün nəsə edim. Yox, insanlar isə birinci etməyi düşünür. İnsanlar üçün görünüş çox vacibdir. İnsanlar Allaha gəldikdən sonra paltarlarını dəyişirlər. Ürəyi dəyişmək əvəzinə. İnsanlar görkəmi dəyişir. Saç üslubu dəyişir. Yeriş dəyişir. Oturub durduğu insanlar dəyişir. Ancaq halbuki insanın özü dəyişməlidir öncədən. Fəal olmalıyıq. Baxın, bugün kilsələrdə də belə anlayış var. Və bu böyük yanlışlıqlardan biridir. Əslində isə birinci və daha vacib, Allah üçün nələrsə etməkdən vacib, Allahla olmaq lazımdır. Allahınki olmaq lazımdır.
Allahın istədiyi şəkilə gəlib çıxmaq lazımdır. Allahı hiss etmək, duymaq, eşitmək, onun dediklərinə riayət etmək. Və Marta xidmət edir. Marta xidmət edir. Məsih ona nə deyir? Məsih ona nə deyir? Məsih onu tənqid etmir. Və Marta dilləndikdən sonra, və bəzən belə olur, Allaha inanıram deyənlər fəal olan, deyənlər fəal olmayanları tənqid edirlər. Sən fəal deyilsən. Onların nəzərində, onların diqqətində onlar düşünürlər ki, onlar Allaha ibadət etmirlər. Allaha ibadət edən bunlardır, fəal insanlardır. Ora qaçan, bura qaçan, onu edən, bunu edənlərdir. Və Məsih nə deyir Martaya? Sən çox şeyin qayğısını çəkirsən. Sən çox şeyin qayğısını çəkirsən. Mən dua toplantımızdan başladım. Biz illərdir toplaşırıq ofisdə. Mən demirəm ki, siz hər həftə gəlin. Mən ümumiyyətlə sizə heç nə demirəm. Desəydim bu vaxta qədər deyərdim. Sadəcə istəyirəm ki, özünüzə bir sual verəsiniz. Bu illər ərzində hər üçüncü gün saat 7-də nə ilə məşğulsunuz? Qardaşlar, nə ilə məşğulsunuz? Bəlkə siz çox şeyin qayğısını çəkirsiniz o zaman. Bəlkə siz çox təlaş içindəsiniz. Allahın sizə vermədiyini, təlaşınızla əldə edəcəyinizi mi zənn edirsiniz? Və yaxud da ki, düşünürsünüz ki, Allah sizə nəyisə verəcək, siz o dua saatına gəlsəz, o sizə verməyəcək. Və o zaman itirəcəksiniz siz. O bir saat, saat yarımı ərzində Allahın sizə vermək istədiyini siz gələcəksiniz və itirəcəksinizmi? Bəlkə bugün bu söz bizim üçündür. Bəlkə bugün bu söz sənin üçündür, mənim üçündür. Sən çox şeyin qayğısını çəkirsən və çox təlaşa düşürsən. Həyatınıza baxın, təlaş varmı həyatınızda? Həyat yoldaşınızla, evladınızla, iş yoldaşınızla, maddi durumunuzla, sağlamlığınızla. Və bu təlaş sizi Allahda kimliyinizdən, Allahda olan mövqeydən, Allahla olmaqdan ayırmırmı? Problem Martanın xidmət etməyində deyil. Mən yenə də deyirəm, mən xidmətə, fəaliyyətə, fəallığa qarşı deyiləm. Problem xidmətdə deyil. Problem ürəyin harada olmasındandır. Marta xidmət edən zaman ürəyi Məsihin yanında deyildi. Ürəyi adət-ənənədə idi ki, mən qonağa yaxşı xidmət göstərməliyəm. Mən qonağın qarşısına nəsə gətirməliyəm. Marta Məsihə xidmət edir. Amma fikri diqqəti Məsihdə deyil. Bugün düşünün, bəlkə sizin xidmətiniz, bəlkə sizin təlaşa düşməyiniz, sizin ürəyinizi, sizin diqqətinizi Məsihdən uzağa aparır, Allahdan uzağa aparır. Nə üçün biz söyləməsək də rəğbətimiz Martayadır? Əgər bizim rəğbətimiz həqiqətən də Martayadırsa, ancaq həyatımıza baxdıqda, dualarımıza baxdıqda, arzularımıza baxdıqda biz görürük ki, həqiqətən də rəğbətimiz Martadadır. Əgər rəğbətimiz Martayadırsa, özümüz də Martayıq. Özümüz də onun kimi yaşayırıq. Bu çox ciddi bir məqamdır. İnsanlar həmişə boşluğu doldurmağa çalışırlar. Baxın, insanlar hər zaman öz imanını göstərməyə çalışır. Baxın, bütün dindar insanlar, bütün dindar insanlar öz imanını, öz dindarlığını göstərmək istəyir. Bayaq söylədiyim kimi, geyimimiz ilə göstərmək istəyir.
görkəmimizlə, görünüşümüzlə göstərmək istəyirik. Hərəkətlərimizlə göstərmək istəyirik. Əməllərimizlə göstərmək istəyirik. Hətta bunu nümayişkarcasına edirik ki, dindar olduğumuzu göstərək ki, mən sizdən deyiləm, mən sizə oxşamıram, mən sizin kimi deyiləm. Və bu nümayiş Rəblə canlı ünsiyyəti əvəz edir dindar insanlarda. Rəblə ünsiyyəti əvəz edir. Mən kostyum giyinirəm, şort giyinmirəm və bununla sanki öz imanımı göstərmək istəyirəm. Amma Rəbb müqəddəs kitabda yazılıb ki, ürəyə baxır, xaricə baxmır. O deyir, Davudun ürəyini sevdirəm. Ruhani seminariya bakalavrları, seminariya magistrları, seminariya doktorları, baş pastır, missiya direktoru, missiya prezidenti kimi titullar Rəblə ünsiyyətdən üstün tutulmağa başlayıb. Mən bu yaxınlarda bir kilsədə oldum və bir imanlı mənə yaxınlaşdı, elə bir söhbət etdi. Cəmiyyətin sıravi üzvü idi. Bir başqa ölkədə idim və o da başqa ölkədən qaçqın idi, gəlmişdi. Və mən onunla danışanda onun heç bir titulu yox idi. Sıravi bir imanlı idi. Və mən o dərəcədə onun danışığında o dərəcədə mən böyük bir imanı gördüm. Və bu imanın mənbəyi onun Rəblə ünsiyyətindən doğurdu. Rəbdə kimliyindən, Rəblə olmağından duyulurdu. Və biz bu titulları da bəzən alırıq və sanki bu bizdə həmin bu ünsiyyətdən üstün tutulmağa başlayır. Məsihin ayaqları yanında oturmaq tabeliyi göstərir. Məryəm sadəcə Məsihin ayaqlarının yanında oturmuşdu, onu dinləyirdi. Ayaq yanında oturmaq nə deməkdir? Ayaq yanında oturmaq kiçikliyi göstərir. Biz isə böyük olmağı sevirik. Biz yüksək yerdə oturmağı sevirik. Biz bir məclisə çağırıldıqda bizi aşağı yerdə oturtursalar bizim xoşumuza gəlmir. Çünki daxilimizdə böyük bir insan var. Hər zaman böyüklük iddiasında olan insan var. Məryəm isə gedir Məsihin ayaqlarının yanında oturur. Bu deməkdir ki, ya Rəbb, mənim biliyim yoxdur. Sənin biliyin mənim biliyim olsun. Ya Rəbb, mənim gücüm yoxdur. Sənin gücün mənim gücüm olsun. Həvarilər belə deyirdi ki, mənim zəifliyimdə Allahımın gücü ishar olur. Mənim gücümdə deyil, mənim zəifliyimdə mənim Allahımın gücü ishar olur. Ayaq yanında oturmaq bu deməkdir. Öz bacarığımın olmadığını, yaxud yetərli olmadığını göstərirdi Məryəm. Hərəkət etmək isə çox zaman mühümlikdən, bax mən bunu bacarıram, bax mən beləyəm, mən eləyəm, mən qabiliyyətliyəm, mən üstünəm. Çox zaman hərəkətli olmaq, əməl sahibi olmaq, mən demirəm ki, olmamalıyıq. Sadəcə təmələ baxmalıyıq ki, nə üçün edirik, kimin üçün edirik. Xidmət, çox zaman biz görürük ki, xidmət, nailiyyət, uğur çox zaman qürur gətirir. İnsanlar bir şey yaxşı bacardıqda, yaxşı natiq olduqda, yaxşı müəllim olduqda, hər hansı bir sahədə bu qürur gətirir. Marta o zaman qürurlanırdı və o zaman göstərmək istəyir ki, bacım məndən aşağıdadır. Bacım məndən aşağıdadır, mən ondan üstünəm. Nə üçün? Çünki mən nələrsə edirəm sənin üçün. O isə oturub heç nə etmir. Və orada nə deyir? Marta deyir, ona de ki, mənə kömək etsin. Ona de ki, mənə kömək etsin. Artıq yuxarıdan aşağı baxmaq var idi. Xidmət müqayisəyə gətirməməlidir, ancaq çox zaman müqayisəyə getirir.
Yaxşılıq müqayisəyə gətirməməlidir, amma çox zaman müqayisəyə gətirir. Çox zaman yaxşı insanlar pis insanları o qədər pisləyirlər ki, özləri onlardan pis bir duruma düşürlər, ürəklərinə görə, vəziyyətlərinə görə. Xidmət müqayisəyə və mühakiməyə gətirir, gətirməməlidir. Və burada maraqlı bir Məsihin sözü var. O deyir, yalnız bir şey lazımdır. Yalnız bir şey lazımdır. Davudun məzmuru ilə bir kəsişmə var burada. Davud deyir, bir arzum var, bir istəyim var. Məsih demir ki, Marta bəsdir, xidmət etmə, sən düz etmirsən. Məsih sadəcə deyir, Məryəm yaxşısını edir. Məryəm yaxşısını seçdi, deyir. Bu, Yunan dilində, orijinalda agatos və yaxud agafos sözüdür. Bu, üstün, yaxşı, səxavətli mənasındadır. Yəni, Məryəm üstünü seçdi, üstün olanı seçdi, yaxşı olanı seçdi. Dinləməklə, heç nə etməməklə, daha üstün olanı, daha yaxşı olanı, daha səxavətlini seçdi. Yəni ki, Məryəm dinləməklə daha çox səxavət göstərirdi, daha yaxşı olurdu. Fəallığın təhlükəsi var. Biz vəz edə bilərik. Mən illərlə burada vəz edə bilərəm. Mən xidmət edə bilərəm. Biz kömək edə bilərik. Çox şeylər qura bilərik, çox şeylər tikə bilərik. Bütün bunları edərək Martanın vəziyyətində ola bilərik. Nə üçün Məryəm daha üstündür? Gəlin, sual verək. Nə üçün Məsih Məryəmə deyir, daha üstündür Məryəm? Daha yaxşı olanı edir. Ona görə yox ki, Məryəm heç nə etmir. Ona görə ki, Məryəm qarşısında kimin olduğunu anlayır. Məryəm bilir ki, Məsih üçün nə isə etmək üçün Məsihdən əvvəlcə nə isə almaq lazım. Biz Məsihə lazım olduğumuzu düşünürük, amma əslində Məsih bizə lazımdır. Marta düşünürdü ki, mən Məsihə lazımam, ona xidmət etmək üçün, onun qabağına süfrə açmaq üçün. Ancaq Məryəm anlayırdı ki, mənə Məsih lazımdır. Və bu gün sual ver özünə. Məsih mənim xidmətimə mi möhtacdır? Yoxsa mənmi Məsihin xidmətinə möhtacım? Özünüzə sual verin. Mənim üçün nə vacibdir bugün? Xidmət ya Məsihin hüzuru? Mənim üçün nə vacibdir bugün? Xidmət ya Məsihin hüzuru? Və cavab verdikdən sonra və sual ver, həqiqi və səmimi ol. O hüzur mənim arzularımda, o hüzur mənim ona dua həyatımda, o hüzur ümumiyyətlə mənim həyatımda varmı? Sabah oyanarkən o hüzuru hiss edirəmmi? Müxtəlif cür, müxtəlif yerlərdə keçirdiyimiz gündən sonra axşam yatarkən o hüzuru hiss edirikmi? Mən həqiqi və canlı ünsiyyəti işlərimlə, xidmətimlə ört-bastır etmirəmmi? Biz, təəssüflə deyim ki, biz Martayıq. Dua və ünsiyyət üçün məşğuluq, dindarıq, fəalıq. Məsih isə bizə deyir. Məsih bugün hər birimizə deyir. Sən çox şeyin qayğısını çəkib təlaşa düşürsən. Sən çox şeyin qayğısını çəkib təlaşa düşürsən. Yalnız bir şey lazımdır. Yalnız bir şey lazımdır. Davud Peyğəmbər dediyi kimi, yalnız bir arzum var, yalnız bir şey lazımdır. Bu bir şey isə hər şeydən üstün, hər şeydən, hər kəsdən yaxşı olan Məsihin özüdür. Ona indidən və əbədiyyən, ona indidən və əbədiyyən şan, şərəf və izzət olsun. Amin.